Ali müəllim, siz Göyçə mahalının gözəl şairlərindən birisiniz. Dahi Ələsgərdən nə deyə bilərsiniz? Buyurun, sizi dinləyək. Allah rəhmət eləsin Ələsgərə. O, Azərbaycan tarixində, eləcə də ozan sənətində mən belə deyərdim, əvəz olunmaz bir şəxsiyyətdir. Daha doğrusu, aşıq sənətinin akademiyası da adam. Niyə? Çünki aşıq sənəti belədir ki, mən öz aləmimdə belə bölürəm. Var el aşıqları, var yaradıcı aşıqlar, var haqq aşıqları. Bu haqq aşıqları çox azdır. Mən onlardan tanıyıram Dədə Ələsgəri, onun qardaş oğlu Norəs Dimanı, Divarqanlı Abbası, Aşıq Qəribi. Bunlar yəni haqq aşığıdır ona görə ki, haqdan onlara elə bir istedad verilib ki, məni kimi oturub fikirləşib şeir yazmır. Onlar yeri gələndə sözlərini deyir, şeiri yazırlar. İndi Aşıq Ələsgər dahi bir adamdır. Onun haqqında mən 200 illiyində yazdığım şeiri demək istəyirəm. Müqəddəsdir, pür kamaldır Ələsgər. Yaratdığı sözlər, inci, ləl gövhər. Haqsızlıqdan alovlanar, od ələr, çıngılanar zaman zaman, sönməz o. İlahi vergiydi, sədası ərşdən. Haqdan mayalanıb, emmişdi gürşdən. Cismən səcdəgahdır, ruhən behişdən. Ucaldı göylərə, geri dönməz o. Sahib idi erkən ədəb ərkəna, məktəb idi özündən dərs alana. Qeybə çıxan itkin Norəs Dimana, qovuşdu göylərdə, bir də enməz o. Nəzmə çəkdi dünyamızın halını, aqilini, nadanını, kalını, telli saza kökləyib kamalını, haqqı dedi, haqq önündə dinməz o. Toğulcalı, qismətində var nəsə, zaman dəyər verəsidir hər kəsə, dərk eyləyən aqilləri dinləsə, dərsin alar, dərs verəni yenməz o. Vaqif qardaş, biz nə dərdim? Həqiqətən Ələsgər bir məktəbdir. Yəni, o məktəbdən qidalanan, mayalananlardan biri də mən olmuşam. Ona görə yazıram ki, bir məktəbdir Ələsgər, oxu bir gör var nələr, al dərsini barın dər, dərən əlin var olsun. Xoş niyyəti, amalı, hər kəlməsi sayalı, sözlərindən çək balı, ətirli nübar olsun. Ələyində ələndim, mayalandım, göyərdim, təcrisinə köhləndim, şirin-şirin bar olsun. Sənətinə vuruldum, oxuduqca duruldum, söz mülkündən söz aldım. Qızıldan divar olsun. Yəni Aşıq Ələsgər elə bir şəxsiyyət olubdur ki, mən həqiqətən ondan mayalanmışam, onun yaradıcılığından öyrənmişəm. 20-yə qədər dodaq dəyməz, tərciniz, müxəmməs yazmışam. Yüzünü də yazsam xeyri yoxdur. Təməl Ələsgərdəndir, o bizim
məktəbdir. Allah ona rəhmət eləsin.